İnsanların səhvini üzə demək yoxsa susmaq? Susmaq daha yaxşıdır. Amma ən əsası odur ki, o səhvin səhv olduğunu görəsən. Görürsən, üzə də vurmursan. Nə tərsisən, üzün deyir bunu ona. Hərəkətin deyir ona, davranışın deyir ona və o daha təsirli olur. Quranda ona görə də deyilir, müsəlmanlar eyibləri görəndə üstünü örtərlər. Elə bir çoxu, indi biz özlərini doğruçu qoyublar. Hər xırda eybi adamların üzünə vurmağa çalışırlar. Güya doğruçudur. Amma böyümür bundan. Sən əgər özündə o eyibləri aradan qaldırmışsansa, sən bilirsən ki, bu asan bir şey deyil. O da alır öz payını. Həssasiyyəti varsa. Həssasiyyəti yoxdursa, sənin onun üzünə vurmağın da bir şey vermir.